Dostlar, bizim bugünkü mövzumuz duadır. Biz artıq dua haqqında bir neçə kəlmə bölüşdük və И даже у нас была проповедь о молитве. hətta bizim dua haqqında artıq vəzimiz olub. И вы знаете, у нас серия проповеди Иисус и что там. Və bilirsiniz ki, bizdə hal-hazırda vəzlər seriyası davam edir. Məsih və И вот сегодняшняя тема Иисус и молитва, быть похожим на Христа, как Он учил молиться. və bugünkü mövzumuz da Məsih və İsa Məsih və duadır. Yəni biz öyrənməliyik İsa Məsihdən ki, o bizə necə dua etməyi öyrədir. Может быть, мы не увидим, как напрямую «Отче наш» Он учил, но мы можем взять, я взял одно место Писания, где мы можем увидеть ключевые моменты, которые можем применить в нашей жизни. Bəlkə biz həqiqətən də canlı olaraq görməyəcəyik necə öyrədir o göylərdə olan atamız duasını. Ancaq mən kəlamdan bəzi yerləri, açar yerlər götürmüşəm ki, biz necə dua etməliyik. Давайте поэтому зачитаем одно место Писания для начала. Gəlin birlikdə kəlamdan bir yerə oxuyaq. Ага, 14:23 и Матфея 4:23. Matta müjdəsi 14-cü fəsil 23-cü ayə. И вот, и отпустив народ, он взошел на гору, помолиться наедине и вечером оставался там один. İsa cəmaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. Оставим, пока не надо ничего, останемся здесь, запомним это место Писания. Gəlin burada dayanaq və kəlamın bu hissəsini yadda Теперь saxlayaq задумаемся, və düşünək. как сегодня люди понимают молитву. Bu gün insanlar üçün dua anlayışı necə bir anlayışdır? Неважно, верующие во Христа, как они понимают. Önəmli deyil, yəni məsihçi, qeyri-məsihçi insanlar duanı necə anlayır? Кто-то в молитве видит просто традицию. Kimin üçünsə dua sadəcə bir adətdir, bir ənənədir. Перед едой, Yeməkdən əvvəl, перед дорогой далеко или yola çıxmazdan əvvəl və yaxud da sonra. или перед важным делом. Вот, Və yaxud da vacib bir у нашего мужчины было важное дело, вот он молился, например. vacib bir işdən öncə dua etmək. Не, я не говорю, что он не так. Я иногда говорю, что это превращается у нас в традицию. А перед едой не помолились. Может быть, даже наше сердце не с Господом, а надо помолиться, надо. Yəni demirəm ki, bu pisdir, vacib bir işdən öncə dua eləmək. Sadəcə bu ənənəyə çevrilir, adət halını almağa başlayır ki, ayda yeməkdən əvvəl dua eləmədim mən. Как будто молитва это маленький духовный ритуал безопасности. Elə bil ki, dua sadəcə kiçik bir təhlükəsizlik ritualına çevrilir. Как бы я сделал, а ты Бог уже как бы твил, да, галочку поставил, ты уже защити. Elə bil ki, mən taskıma belə işarə qoyuram ki, yəni mən dua hissəsini elədim, qalanı sənlikdir də. И, к сожалению, есть это у нас такое, не только у нас, есть это в мире. Və təəssüf ki, bu həm bizdə, həm də ümumiyyətlə bütün dünyada mövcud olan bir hissədir. Другие думают, что молитва это нужно использовать правильный текст, правильные слова. Bir qism insanlar düşünür ki, duada çox vacibdir ki, düzgün sözlərdən istifadə Не раз edəsən. вы могли слышать, что когда кого-то просил помолиться, он говорит, что я не знаю, как правильно молиться. Слышали что? Bəlkə özünüz də bir neçə dəfə eşitmisiniz bəzi insanlardan ki, məsəl üçün xahiş edirsən ki, dua etdir. Axı mən bilmirəm hansı sözlər deməliyəm duada. Ben bilmem, necə düzgün dua Hə, eləməliyəm. necə düzgün dua eləməliyəm? Знаете, это не только они. Мы сами, может быть, никому не говорили, но мы смотрели, как другие молятся и копировали. Və bəzən hətta özümüz belə bilmirdik necə dua eləmək lazımdır və başqasını dinləyirdik, onun sözlərini kopyalayırdıq. Я был маленький в лагере, слышал, как молится мой вожатый, и, вот так, точно и за хлеб надо, ну и за день, конечно же, надо помолиться. Məsələn, mən uşaq olanda uşaq düşərgəsində eşidirdim rəhbərimin duasını, liderimin duasını və deyirdim, çörək üçün də və gün üçün də dua eləmək lazımdır. Еще и кто-то болеет. Hə, hələ kimsə xəstədir, onun üçün də. Неплохо, и ты, в принципе, раз, и что делал? Уже брал себе и говорил, я тоже так могу молиться. Və bu pis deyil, əslində hissə sən götürürdün və özünü yığırdın və deyirdin ki, aha, mən də dua eləyə И bilərəm ты bu думаешь, что şeylər üçün. если скажешь, как надо, Бог выполнит. Və sən artıq başlayırsan düşünməyə ki, aha, düzgün şəkildə eləsəm, onda Allah məni eşidəcək. Правильно скажу, Бог сделает. Düzgün ifadə eləsəm, Allah məni cavab verəcək. Правильно напишу код пароля, дверь откроется. Paralı düz yığsam, qapı açılacaq. Третья стадия. Üçüncü stadiya. Кто-то считает, Kimsə düşünür ki, чем дольше, тем сильнее. nə qədər uzun dua eləsəm, o qədər güclü olacaq duam. Чем громче, Nə тем qədər духовнее. nə qədər yüksək səslə dua eləsəm, o qədər ruhani olacaq. Чем больше слов, тем больше шансов. Nə qədər çox istifadə eləsəm, o qədər şansım artır. Знаете, я говорю, но старайтесь со своей жизнью. Иногда вы можете вспоминать. Кстати, я слышал такое, да, вот.
Bilirsiniz, mən danışıram, nümunələr çəkirəm və istəyirəm siz özünüzdə düşünəsiniz. Bəlkə ətrafınızda, özünüzdə bu hallar yaşamısınız. Знаете, я вот готов себе, что где-то отклик в моем сердце находит некоторые вещи. Хочешь, не хочешь. Və bilirsiniz, mən özüm danışdıqca da öz ürəyimdə bəzi bu məqamlara rastlayıram. Ага. И я, знаешь, прогоняю даже эти моменты иногда. Ну, я не знаю, наверное, это вот просто вот засело у нас, да. И вот ты думаешь, громче, длиннее, многословнее. Bilirsiniz, özüm də istəyirəm bu fikirləri özümdən uzaqlaşdırım, amma elə bir oturuşub da, yəni bizim daxilimizdə yüksək səslə, uzun sözlərlə və uzun dua ilə. И одну вам истину скажу. Və biz sizə bir həqiqəti demək istəyirəm. Неохота так. İnanın ki, həvəslə olan bir şey И deyil. знаю, потому что именно вот это знал, что именно так должно быть, а тебе не хочется так. Elə bir beynimizə yeridiblər ki, belə olmalıdır, amma içimizdən belə gəlmir. И поэтому я бы не сказал, что всегда хочется молиться. Və yəni deyim ki, həmişə də dua eləmək istəmirik. Потому что дольше нечего что сказать. Çünki uzun eləyirsən söz Нет, tapmırsan. дольше даже нечего сказать, чтобы было дольше. Da, budur. Aha. Yəni uzun eləmək istəyirsən, amma yəni söz də tapmırsan. Ага. Да и громче-то не всегда бывает охота. Və yüksək səslə dua eləməyə də həmişə həvəs olunur. Ага. И вот поэтому, и знаете, молитвенная жизнь тихо-тихо затухает. Və dua həyatımız asta-asta başlayır yoxa çıxmağa. А еще тут Иисус сказал в 6 главе, да, мы смотрели, не будьте многословны, как язычники. Hələ 6-cı fəsildə bayaq oxuduğumuz kimi İsa Məsih dedi ki, yazıçınki. Bütpərəstlər kimi çox sözlər istifadə eləməyin. Ага, странно, да? Я всегда для меня это был парадокс. Çox qəribədir, hə? Mənim üçün bu həmişə paradoks Я хочу, vəziyyətidir. чтобы вы запомнили это место, потому что в некоторых местах Писания сказано, Иисус ушел на ночь на молитву. Mən istəyirəm bu sözləri yaxşı yadınızda saxlayasınız kəlamdan olan. Çünki kəlamın digər yerlərində biz görürük ki, İsa Məsih dua üçün dağa qalxır və bütün gecəni orada keçirdi. То есть, а язычники что, 2 дня делали? То есть 2 дня нельзя много говорить, как они? Или что это значит? Не быть как многословно, и при этом Иисус сам уходит на ночь. Думаешь, Иисус, ну ты уже выбери, ты или много надо говорить, или мало надо говорить. Paradoks некий. Bəs indi bu necə başa düşək? İsa Məsih nə demək istəyir? Yəni bütpərəstlər onu bütün gecə yox, 2 gecə dua eləyirdilər və yaxud da İsa Məsih deyir çox sözdən istifadə eləməyin. Bəs özü isə gedir bütün gecəni səhərə kimi dua edir. İndi biz bu paradoksu necə anlayaq? Часто, да, встречается место Писания, вроде сам так сказал, сам по-другому делает. Kəlamda çox rast gələ bilər ki, İsa bir cür deyir, başqa cür hərəkət edir. Продолжим дальше. Davam eləyək. То есть можно молиться долго и все равно не молиться. Bilirsiniz, uzun dua eləmək olar və dua etməmək olar eyni Можно vaxtda. говорить много и ни разу не встретиться с Богом. Uzun və çoxlu cümlələrdən istifadə edib Allahla heç bir dəfə də rast gəlməmiş ola bilərsən, И, görüşməmiş ola если bilərsən. честно, мы часто используем молитву как кнопку «помоги». Çox vaxt biz duanı kömək knopkası kimi istifadə edirik. И все мы знаем эту историю, что в самолете летели, верил, не верил, все вспомнили, что можно помолиться ему. Помоги нам, помоги. Hamımız bilirik o hekayəni ki, samolyotda uçurlar, yəni qəza vaxtı imanlı da, imansız da hamısı kömək eləyirlər, yarıb kömək ilə duasını И eləyirdi. поэтому давайте еще раз посмотрим, как молился Иисус. Və bir daha gəlin nəzər yetirək, Məsih necə dua Не eləyirdi, только что он говорил, но как он жил. necə deyirdi və həm də yaşayırdı. Ага. Вот. И поэтому мы снова зачитаем этот стих. «И отпустив народ, он взошел на гору помолиться наедине и вечером оставался там один». Gəlin bir daha bu ayəni oxuyaq. İsa'nın dua nümunəsi. İsa cəmaatı göndərəndən sonra dua üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. То есть зашел на гору и оставался там один. Yəni qalxırdı dağa və gecəni orada А qalırdı вам tək. не интересно, что произошло до? Sizə maraqlıdırmı bu hadisədən öncə nə baş vermişdi? Бедный Нико так смотришь на его глаза. Неинтересно. Молодец. Давайте посмотрим, что же произошло до, что он принял такое решение. Gəlin baxaq ki, İsa Məsih dağa qalxmamışdan öncə hansı hadisə baş vermişdi ki, o bu qərarı verib qalxmışdı. Посмотрим места Писания раньше. Они же говорят ему, у нас здесь только 5 хлебов и 2 рыбы. Он сказал, принесите их мне сюда. И велел народу возлечь на траву и взять 5 хлебов и 2 рыбы. Воззрел на небо, благословил и преломив дал хлебы ученикам, а ученики народу. Şagirdlər İsa'ya dedilər, burada 5 çörək və 2 balıqdan başqa bir şeyimiz yoxdur. İsa onları buraya mənə gətirin dedi. Cəmaata əmr etdi ki, otların üstündə otursunlar.
İsa 5 çörəyi və 2 balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də cəmaata payladılar. Tabii. Hamı yiyip doydu. Artık kalan hissəlerinden 12 dolu zənbil yığdılar. Yemək yiyən adamların sayı qadınlar və uşaqlardan başqa 5000 nəfərə yaxın idi. Bundan dərhal sonra İsa cəmaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayğamayıb özündən əvvəl o biri sahəyə keçsinlər. Ели все и насытились, и набрали оставшихся кусков 12 коробок полных. А евших было около 5000 человек, кроме женщин и детей. И тотчас понудил Иисус учеников своих войти в лодку и отправиться прежде его на другую сторону, пока он отпустит народ. Что мы видим? Мы видим, что Иисус только что накормил 5000 людей. Və biz nə görürük? İsa hal-hazırda 5000 insanı doyurub. Представьте эту сцену. Bu səhnəni bir dənə təsəvvür yaradılır. Толпа в восторге. Cəmaat, izdiham xoşbəxtdir. Понятно, что рядом маркета нет, вот. Они в восторге видят, люди кричат, люди славят. Məlumdur ki, yaxında bir market də yoxdur və insanlar şadlıq içindədirlər, çox sevinirlər, izzətləndirirlər Rəbbi. Что они хотят сделать? Они хотят его сделать царем. Və nə etmək istəyirlər bu sevinc içində? Onu padşah elan etmək Все istəyirlər. на, так сказать, хороших эмоциях, да, приятных таких. Hamı pozitiv, yəni emosiyalarla doludur. Если бы Иисус был как мы, Və İsa bizim kimi он и olsaydı, так был как мы, o zaten yəni bizim kimi но вот deyil. его разница, почему он не как мы поступил, мы об этом и говорим. А Если то- он был как я, хорошо, Yaxşı, o mənim kimi olsaydı, Məsih mənim kimi olsaydı, он бы остался принимать славу. o həmin yerdə qalıb o izzəti qəbul eləyərdi. Ага, как я там славу за 5 дней принимал, что же нет? Ну кто? Ну это я, это вам не другой любой мужчина, это я. Necə ki, mən o 5 gün uşaqlara baxdığım üçün o izzəti qəbul edirəm. Bu sizin üçün başqa bir ata deyil, başqa bir kişi deyil. Mənəm 5 gün uşaqlara baxmışam. А может быть, пастор бы сказал, вот это служение надо повторить. Və yaxud bəlkə pastor deyərdi ki, bax bu xidmətdir, bunu təkrarlamaq Надо lazımdır. снова и снова сделать. Yenə və yenə bunu davam etmək Вот это lazımdır. триумф. Bu triumfdur. Ага, но Иисус делает другое. Amma İsa başqa cür etdi. Там написано, Və belə yazılıb. он отпустил народ. O xalqı buraxdı. Когда был такой успех, обычно Будет никогда нельзя отпускать народ. Uğurun zirvəsində olasan və xalqı burax. Ага. То есть он оставил овации. Havası. Alkışlar. Ha, o alqışlardan imtina eləyir И он ушел от человеческой славы. və o insan izzətindən uzaqlaşır. Он оставил все, что могло поднять его популярность. O onu məşhurlaşdıracaq hər şeydən uzaqlaşır. Зачем? Niyə? Зачем? Nəyə görə? Потому что успех опаснее поражения. Çünki uğur uduzmaqdan təhlükəlidir. Успех опаснее поражения. Uğur uduzmaqdan təhlükəlidir. Успех может скрыть гордость. Uğur qüruru örtə bilər, Я здесь, gizlədə вы bilər. можете видеть, я как пример этой гордости. Gözünüzün qabağında mən varam. Bu qürurun nümunəsi. Успех делает нас самоуверенными. Можешь езжать еще, я справлюсь. Uğur bizdə özünə güvən yaradır. Да, успех может увести нас от Бога. Və uğur bizi Rəbdən uzaqlaşdıra bilər. Не бойтесь, значит, увести от Бога, значит, что ты мне больше не нужен. Как бы, в чем я уверен? Жена, ты можешь хоть на 2 недели уезжать, я и сам без тебя справлюсь. Значит, ты мне вообще не нужна. Я и сам, и отец, и мать, я все. Yəni, Я все в одном. yəni necə uzaqlaşdıra bilərəm? Məsələn, mən yoldaşıma deyə bilərəm ki, mən öz uşaqlarıma bu 5 gün həm ata ola bilirəm, həm ana ola bilirəm. Bu həyatda daha sənə ehtiyacım yoxdur. Mən. Иисус поэтому отпустил народ и отдалился. Və bu səbəbdən İsa xalqı buraxır və uzaqlaşır. Я хочу напомнить, что он был такой же, как мы, человек. Xatırlatmaq istəyirəm ki, o da bizim kimi insan idi И это тоже было для него искушение. və onun üçün də bu məqam sınaq idi. Не думай, что он был просто вот 0 эмоций, все, у меня дела другие, я должен идти. Нет, он принял осознанное решение оставить этот триумф. Он понимал, что стоит за этим триумфом, и отдалиться. Yəni düşünməyin ki, o emosiyasız idi və deyir ki, hə, mən vaxtım qurtardı, mən gedərəm, işimi gördüm. Xeyr, o da sınağa düşürdü, o da bu hissləri yaşayırdı daxilində, amma şuurlu şəkildə qərar verir və deyir, mən gedirəm və uzaqlaşır. Иисус учит, что молиться нужно не только когда плохо, когда нужно, когда все горит, времени нету. Və İsa Məsih öyrədir ki, biz sadəcə pis vaxtlarımızda, nəsə təcili bir işimiz olanda, yəni özümüzün çarəsizliyimizdə dua eləməli deyilik.
Мы можем даже наблюдать, когда мы здесь благодарности говорим и когда нужно. Siz yəni burada da müşahidə edə bilərsiniz ki, biz hansı vaxtı minnətdarlıqları səsləndiririk, hansı vaxtı arzu istəklərimizi, ehtiyaclarımızı. То есть, если мы пропустим пункт благодарности, может быть, некоторые вспомнят об этом, но если мы пропустим пункт нужды, 5-6 человек говорят, а нужды? Hətta biz minnətdarlıq vaxtını buraxsaq, bəlkə bir-iki insan ona fikir verər ya verməz ki, biz o eləmədik o məqamı. Ancaq ehtiyacları səsən buraxsaq, bəlkə daha çox adam deyəcək ki, bəs istəklərimiz, bəs dua. То есть молитва, она стала такой кнопкой, помнишь, мы молимся только когда нужно, когда горим. Bu dua o qədər kömək düyməsinə çevrilir ki, biz ancaq nəsə çox təcili bir işdə, təcili hansısa bir xəstəlikdə, çox əlçatmaz bir şeylər üçün dua edirik. Вспомните, когда мы приходили к Богу, отдалялись, когда у нас был ошеломительный успех. Вспомните. Nə qədər olub ki, biz uğurlar əldə eləmişik, yüksək zirvələrə çıxmışıq, ancaq və eyni vaxtda da Allaha yaxınlaşmışıq. Bu həyatımızda nə qədər baş verib? Yəni bəlkə Когда у меня çox sağ были хорошие проповеди здесь, честно сказать, я говорил, я благодарил Бога, я говорил, это Он, но в тот же момент я не помню, чтобы я приходил к Нему и отдалялся от этой славы. Я не отдалялся от этой славы. И то меня, знаете, я всегда говорю, что когда у меня бывают хорошие дни, Bak işte çıtır. Mən burada mənim vəzlərimdən sonra insanlar bəzən yaxınlaşırlar, minnətdarlıq bildirirlər, deyə gözəl vəzidir və mən düzdür deyirdim, şükür Rəbbə, yəni bu Rəbbin işidir. Ancaq xatırlamıram ki, həmin vaxtda mən həmin izzətdən uzaqlaşım və Rəbbə tərəf gedim, ona minnətdarlıq eləyim. Yox, mən qalırdım, o izzəti qəbul edirdim. Я всегда я говорю, что мне часто задают вопрос, да, какие моменты у тебя бывают переломный момент в твоей жизни? Və məndən soruşublar ki, və yaxud soruşurlar da, ki, həyatında yəni o sərt döngələr nə vaxt baş verir? Я говорю, когда нагрянет, когда кто-то постучит, когда что-то упадет, тогда, да, вот у меня переломный момент. Yəni, dünyam dağılmasa, bəlkə də Allaha tərəf getmərəm də. Yəni, mütləq kimsə ölməlidir, kimsə itməlidir. Yəni, nəsə çətin bir şey baş verməli, çarəsizlik olmalıdır. Обратите внимание, во время хороших дней, которые мы как считаем хорошие, мы всегда расслабляемся. Yəni, fikir verin, həyatımızda hər şey birdən-birə yaxşılaşmağa başlandı, yaxşı bir şeylə gedəndə biz biraz belə rahatlaşırıq. Поэтому сказано, что успех может скрыть гордость, успех дает уверенность, и успех может увести нас от Бога. Və ona görə də uğur qüruru örtür, uğur bizə özgüvən verir və uğur bizi Allahdan uzaqlaşdıra bilər. Поэтому Иисус что сделал? Buna görə İsa nə edir? Оставил народ Xalqı buraxır и отдалился. və uzaqlaşır. Иисус показывает, что после успеха иди на молитву, чтобы сохранить сердце. İsa Məsih öyrədir ki, uğurdan sonra dua etmək lazımdır ki, Ürəyimi qoruya biləsən. Не просто иди и снова сделай обыкновенную молитву. Отдались, чтобы прийти перед Богом и сказать, Господь, вот сейчас это происходит. Я знаю, успех даешь ты, это настоящий успех от тебя. Иисус просто шел не просто, чтобы там за нужды, вот обыкновенно молитву, Он ушел, чтобы оставить это и настоящие овации отдать Богу. Yəni sadəcə dua eləmək kifayət deyil. Həmin vaxtda uzaqlaşmaq və Rəbbin önünə gəlmək lazımdır ki, ya Rəbb, uğuru mənə sən verirsən, bu iş sənin əlindən olur. Və İsa Məsih də məhz bu hərəkət eləmişdi. Bu seçimi, o qalxır dağa və bütün izzəti Rəbbə verir. Почему сохранить сердце? Сохранить сердце, потому что наше сердце всегда готово схватиться за это и уже сказать, ты мне больше не нужен. Nəyə görə biz deyirik ürəyi qorumaq? Çünki insan ürəyi elədir ki, həmişə hazırdır uğurdan tutsun və yaxud başqa bir şeydən və Allah desin ki, sən mənə lazım deyilsən. У Иисуса была важная миссия. İsa Məsihin çox vacib bir məqsədi var idi. Он ни в коем случае не должен был споткнуться. O heç bir halda büdrənməməli idi. И поэтому он оставляет это все. Ona görə o bütün hər şeyi qoyur və atanın yanına qaçır. Бежит к Отцу, чтобы преодолеть, чтобы жить, продолжать жить по воле Его, чтобы Ему воздать. Atanın yanına qaçır ki, günahdan uzaq dursun və atanın istəyinə görə, iradəsinə görə yaşamağa davam eləsin. Второе, молитва требует уединения. İkinci, dua bizdən tənha yer tələb edir. Молитва требует уединения. Yəni dua bizdən tələb edir ki, biz tənha bir yer seçək. Вот он оставил народ, и что сделался? Поднялся, взошел на гору. İsa Məsih nə edir? Xalqı buraxır və dağa qalxır. Кто из нас любит горы? Kim bizdən dağları sevir? Мало человек, да? Ну ничего. Красиво там, правильно?
Dağlar gözəldir, Кто-то, многие скажут, спокойно. sakitdir. Вроде мы иногда, когда здесь живем, хотим, чтобы шумы были, но там тоже хорошо, там спокойно. Bəzən biz yəni səs-küy istəyirik, amma ora daha yaxşıdır, daha sakitdir. Но самое, знаете, что сложное? Туда надо лезть. Ən çətini bilirsiniz nədir burada? Ora qalxmaq lazım. Там вроде красиво, тихо, но туда надо залезть. Ora gözəldir, sakitdir, amma ora dırmanmaq Мы lazım. когда с братьями планируем поход, да? Biz qardaşlarla yəni səyahət planlayanda, Знаете, что братья говорят? bilirsiniz qardaşlar nə deyir? Он говорит, я готов ехать, но никуда лазить не буду. Mən getməyə hazıram deyirlər, amma heç yerə dırmaşmır. Серьезно, иногда иностранцы в шоке-то, они же любят лазить, да, пойдем. А наш так говорит, я bir de ev tutar, oturar, bu kadar bəs. Sakla bunu смотреть на эти горы. Məsələn, çox xarici millətlər daha meyillidirlər dağa dırmaşmağa, amma bizim yerlilər sevirlər sakitlik, ev olsun, yeyib içmək olsun, bu qədər. Говорит, если будем лазить, я пас, минус, может, вы меня не зовите. Было, да, такое, есть у нас. Və hətta deyirlər öncədən ki, əgər dağa dırmaşmaq varsa, indirən məni yəni silin, mən pas. И вот мы говорим, что он поднялся на гору, и это было неудобно. Və biz oxuyuruq ki, İsa Məsih dağa qalxır və birinci növbədə bu çox narahat bir Это не был dırmaşmaqdır. трехминутный молитвенный перерыв. Bu 3 dəqiqəlik dua fasiləsi deyildi. Я там зайду, быстро брейк сделаю с кофе. Bir də mən Вернусь. icazə verim, bir 5 dəqiqəlik kofe fasiləsi eləyim, gəlirəm. Это был осознанный выбор. То есть Иисус осознанно сошел на гору. Bu çox şüurlu bir seçim idi. İsa Məsih şüurlu və qərarlı şəkildə özü seçim eləyir ki, dağa qalxsın. Ага, это была его дисциплина. Bu onun intizamının göstəricisidir. Почему он выбрал это место? Почему он туда пошел? Niyə Məsih bu yeri seçir? Niyə o dağa qalxır? Догадайтесь, Özünüz qərar verin, düşünün. что есть там, где можно в других местах не найти. Orada o dağda nə var ki, başqa yerdə yoxdur? Вот сегодня даже один человек сказал, Bu gün hətta bir nəfər dedi. Yəni, людей нет, наверное. там там тихо, там нет шума. Ora sakitlikdir, orada səs-küy yoxdur. Шум. Səs-küy. Это беда наша. Bu bizim dünyamızın problemidir. Это beda на меня и nынешнего христианства. Bu mənim və bugünkü günün məsihçilərinin dərdidir, səs-küy. Он выбрал место, где нет толпы, O elə bir yer seçdi ki, orada izdiham olmasın, где нет аплодисментов. alqışlar olmasın. Мы живем сегодня в самом шумном поколении. Biz bugün səs-küylü nəsillə yaşayırıq. Я вчера читал книгу и параллельно смотрел UFC. Начинается. Mən oxuyanda, Yok, çalam yok, başka kitap. kitab oxuyanda paralel UFC bu döyüş növüdür. Yəni ona baxırdım və orada fasilə olanda sadəcə kitabımı oxumağa davam edirdim. То есть на одном было включен, на другом телефоне я читал книгу, началось, выключал. То есть столько, мы уже, знаете, мы считаем, что это класс, это повышение квалификации, но это также и отрицательно. Əslində mən həm ona baxırdım, həm də kitab oxuyurdum. Yəni bunda fasilə olanda kitabı oxuyurdum. Və fasilə bitəndə təzədən baxmağa davam edirdim və bu düşünürük ki, hətta yaxşıdır da. Biz indi yuxarı bir levela keçmişik ki, paralel yəni iki şeyi eyni vaxtda görə bilirik. Ancaq bu həm də çox mənfi təsirlər göstərir. Мы живем в шумном поколении. Biz səs-küylü nəsillə yaşayırıq. Телефон вибрирует. Telefon vibrasiya verir. Соцсети кричат. Sosial şəbəkələr qışqırır. Новости горят. Я уже много месяцев не читал новости, пока не увидел одну новость и снова вернулся в эти новости. Xəbərlərlə yanır hər yerdə, doludur. И deyirəm ki, bir neçə ayda xəbərlər oxumurdum. Bir dənə xəbər gördüm, mənə toxundu, yenidən başladım xəbərləri oxumağa. И, конечно, работа давит. Və həmçinin iş də bizə təzyiq göstərir. В этом шуме очень легко потерять голос Бога. Və bu səs-küyün içində, bu qarışıqlığın içində çox rahatca Allahın səsini Но Бог itirmək olur. говорит тихо, Ancaq Rəbb Он не sakit, кричит, qışqırmadan Он danışır ожидает. və səbirlə danışır. И Он приглашает. Və o dəvət edir. Иисус показывает, если хочешь услышать Бога или слышать Бога, Məsih deyir ki, əgər sən Allahın səsini eşitmək istəyirsənsə, научись выключать. ətrafdakı səs-küyü, dünyanı susturmağı bacarmalısan. Я этого делать не хочу. Mən bunu eləmək istəmirəm. Я понял, что в этом шуме я раскрываюсь лучше. Çünki mən başa düşdüm ki, bu səs-küydə mən daha çox inkişaf edirəm, açılıram. Я уверен, что вы тоже любите этот шум. Вы любите быть занятыми.
Когда вы в работе, вы зарабатываете, что-то делаете, и вам это нравится. Mən bilirəm ki, dünyanın bu səs-küyünü siz də sevirsiniz. Oradakı işləri, işinizi, uğurlarınızı Ага. И этот шум очень тяжело выключить. və bu səs-küyü susturmaq, söndürmək çox çətindir. Я уверен, если нам скажут построить церковь или пребывать в Боге, мы выберем построить церковь. Mən əminəm ki, bizə təklif eləsələr Allahda yaşamağı və ya kilsə tikməyi, biz kilsə tikməyi seçəcəyik. Не просто yaşamak, пребывать. Вот зайти на эту гору и просто ждать. Сидеть в этой тишине, ни одного шума. Это так неуютно. Allahda yaşamaq deyim, yəni Allahın huzurunda olmaq, o dağa qalxmaq, o sakitçilikdə Rəbblə təkbətək qalmaq. И я не говорю говорить, а с ним просто сидеть и ждать, потому что много уже не скажешь. Hətta danışmağı belə demirəm, sadəcə susaraq Rəbbin önündə sakitcə, səbirlə qalmaq. Иисус пребывал в Боге. İsa Məsih Rəbbin huzurunda dayanırdı. Он был в uединении с Ним. O onunla təkbətək görüşürdü. И он не думает, что он там вот всю ночь разговаривал. Və düşünmürəm ki, o bütün gecə Rəbblə danışırdı. Он именно я не знаю, как это объяснить, я сам сейчас ищу ответы. Я думаю, что он просто не был сфокусирован на своей жизни, он просто был сфокусирован на Отце, пребывании в Нем. Və düşünürəm ki, o orada sakitcə dururdu, danışmırdı və Rəbbin huzurunda onunla təkbətək qalırdı. Öz həyatına tərəf baxmırdı, öz sözlərini çatdırmağa çalışmırdı. Ataya köklənirdi. Недавно я думал, что почему у вас, у молодых, много испытаний, да? Ты думursun? Да. Bu yaxınlarda fikirləşirəm ki, siz gənclərdə niyə bu qədər nələr var? Sınavlar var, Sınavlar. çətinliklər var. Да как не вот там. Университет надо, там, не знаю, на работе сложности. Universitet işlərində, Путь işdəki сложный, problemlər. туда-сюда, не знаю, да, у многих есть, да. Иногда я думаю, что вы смотрите на нас, думаете, наверное, у нас больше нет испытаний. Və bəzən siz bəlkə də bizə baxırsınız, düşünürsünüz ki, bizim sınaqlarımız olmur. Знаете, какие? Я понял, что какие испытания мы проходим, трудности. Siz bilirsiniz biz hansı çətinliklərdən keçirik? Мне кажется, мы проходим те трудности, когда мы вроде с Господом Богом, а вроде бы и какая-то пустота. Məncə yəni bizim sınağımız odur ki, biz elə bil ki, sanki Allahla bir yerdəyik, amma eyni vaxtda bir boşluq yaşayırıq. А вам-то сказать не можем, что у нас пустота. Amma sizə deyə bilmərik axı bizim də hansısa bir boşluq var daxildə. А знаете ли, почему эта пустота приходит? Bilirsiniz bu boşluq hardan qaynaqlanır? Потому что мы понимаем, что та молитва, то общение, которое у нас с Богом было, она была вот, привет, вот Господь так и так, вот так и так. И это для знакомства самое то работает достаточно. Mən demək istəyirəm ki, çünki əvvəlki dualarımız var. Biz təzə iman edirik. Biz də ya Rəbb, çox sağ ol ki, belədir, universitetdə belədir, orada belədir, hə, ya Rəbb, çox sağ ol. И это больше такое, я тебе, ты мне, и все. Но потом sən böyüyəndə də, sən görsən, Rəbb elə bir sən görsən boşluq, amma o dəvət eləyir, daha dərin gəlir. Daha prosta gəlib mənlə ehtiyaclarını bölüşmə, gəl qal məndə dəvət eləyir. Qal məndə. Kənar səsləri al, gəl mənimlə qal. Bax, buna dəvət eləyir. Amma bura getməyə çox çətindir. Amin. То есть я говорю, что в свое время Бог кого-то призывает, иди прибудь во мне. Не просто делай что-нибудь. Он говорит, иди построим отношения. И вот это самое сложное. И вот эта гора, которую Иисус отдалился, я думаю, что эту гору мы хотим избежать. Və demək istəyirəm ki, o dağ ki, İsa Məsih qalxırdı, biz məhz o dağdan qaçırıq. Потому что она некомфортная. Çünki o komfortlu deyil. Там одиноко. Там кажется, потому что это как будто неестественно. Elə bir nəsə təbii deyil. Нам лучше найти свою идентичность в наших делах. Yaxşı olar ki, biz öz identikliyimizi, unikallığımızı öz işlərimizdə tapaq, öz şəxsi işlərimizdə. В этом шуме мы находим себя. O səs-küyün, bugünkü səs-küyün içində biz özümüzü tapırıq. Но мы приходим к настоящей пустоте именно в этом шуме. Və məhz bu səs-küydə də biz o həmin boşluğa gəlib çıxırıq. И вот мы должны ответить на Иисуса, если хочешь слышать Бога, научись выключать мир и приходить на эту гору. Və ona görə də İsa Məsihdən nümunə götürərək, əgər biz bu səs-küyü söndürmək istəyiriksə, biz gələk o dağı seçək, ora çıxıb Allahla tək qala bilək. И теперь вопрос, есть ли у меня такая гора? Və indi sual, məndə belə bir dağ varmı? Что это может быть? Bu nə ola bilər, bu dağ?
Может быть, это какая-то комната или угол комнаты, где ничто тебя не беспокоит. Bəlkə bu hansısa bir otaqdır və yaxud hansısa otağın bir küncüdür, harda ki Я heç tənha часто qala у bilirsən. автомобилистов слышу, что это автомобиль. Кстати, Машин- это правда. Maşın sürən adamların çoxusundan eşitmişəm ki, onların öz maşınlarıdır tənha qala bildikləri yer və bu həqiqətdir. Ну да, там сидишь, ты отрёсся, ты один. Yəni düşün ki, sürücüsən, apardın kimsə düşürtdün və təksən. Отличное место, я советую, серьезно говорю. İdeal yerdir Ага. tək qalmaq üçün. Не только я, многие братья так говорят, что это автомобиль. Tək mən yox, bir çox qardaşlar bunu yəni təsdiqləyər. У кого-то это парк. Kimdəsə bu sadəcə parkdır. Они выходят в парк, они могут спокойно созерцать и пребывать в Боге. Kimsə parka çıxa bilir, həmin o tənha yer tapa bilir və Allahla ünsiyyətdə olaraq ondan qidalana bilir. Кто-то очень рано встает, когда все еще спят. Kimsə erkən sübh tezdən dura bilir, kim hamı yatmış olduğu Знаете, vaxtda. я благословен тем, что я рано встаю. Bilirsiniz, mən belə bir xeyirduam var ki, mən hamıdan tez dura bilirəm. Поверьте, такая тишина. İnan, elə böyük sakitçilik olur. Но я не пользуюсь этим благословением. Amma mən bu xeyirduanı istifadə eləmirəm. Я чем занимаюсь? Я занимаюсь тем, вовлекаю в свою жизнь новые шумы. Mən nə edirəm? Yeni səs-küylər əlavə edirəm Потому həyatıma. что мне так комфортнее. Çünki belə daha özümü rahat hiss edirəm. Потому что мы не хотим на самом деле приходить и пребывать в нем. Что значит пребывать? Что я должен делать? Просто слушать. Не только шум мира, шумы мысли, они тоже крутятся. Çünki mən Allahın üzündə olmaq istəmirəm. Niyə? Niyə səs-küy təkcə dünyada deyil, səs-küy bizim həm də beynimizdədir. Biz niyə dayana bilmirik Allahın üzərində sakit? И не просто сәскüye göre, hatta dayanabilirim çünkü ben ne etmeliyim? Çünki bilmirik ki, nə edə, dayanıb nə etməliyik orada. Эти волшебные слова, которые есть деяния, что я должен сказать, что Бог, ты мне проговорил. O hansı sehirli sözləri seçməliyəm ki, ya Rəbb, sən mənə danışasan. Иисус, что ты там в горе делал всю ночь? Скажи мне. Sən Məsih, sən o dağda bütün gecəni nə edirdin? Mənə də de. Конспект ты читал? Konspekt oxuyurdun. Или он тебе говорил, что ты O там делал? ata mı səndən danışırdı? Sən orada nə Ты edirdin axı? сказал, как язычники много не говорите. Axı sən dedin bütpərəstlər kimi çoxlu sözlər istifadə eləməyin. Ибо думаю, что если вы их скажете, то уговорите Бога, ну ладно, ну если ты уже 15 раз попросил, ну дам тебе. Çünki düşünürsüz ki, çox sözü, eyni sözü deməklə siz Allahdan nəyisə alacaqsınız, yəni yaxşı Allah deyəcək. Что он делал там всю ночь? Verəcəm sənə. Nə edirdi Məsih bütün gecə dağda? Что он там делал? Nə edirdi orada? Ага. Думаешь, я помогу тебе? Sən mən sənə kömək edə bilərəm. Он, вот именно, я думаю, что мы должны узнать у Бога, что значит пребывать в Нем. Отдалиться и сказать, Господь, помоги мне сейчас просто сфокусироваться на Тебе. Bu sualın cavabı ancaq Allahdandır. Biz tənha yerə çəkilib Allahdan soruşmalıyıq ki, ay Allah, kömək elə, mən sənə köklənə bilim. Yalnız səndə ola bilim. Вы знаете, я знаю, вы хорошо говорите, я не знаю что, но я заметил, что Бог готовит нас к этому моменту. Вот сейчас я вижу, что Он готовит меня к этому моменту. Və bu yaxşı sualdır. Yəni mən bilmirəm nə etməliyəm və indi hal-hazırda görürəm ki, Allah bizim ürəklərimizi bu məqam üçün hazırlayır. Может быть, не сейчас, не вас, но lично меня я вижу, готовит к этому. Вижу, что мою жену уже проводит. Bəlkə sizlərdə indi bilmirəm necədir ürəyinizdə necə baş verir, amma hal-hazırda Allah məni bu məqam üçün hazırlayır. Mən hətta yoldaşımda görürəm ki, Весь год она мне что-то говорила, я реально думаю, ну, нас как учили, Слово Божье открыл, помолился, let's go, иди дальше. bütün ili mən yoldaşıma deyirəm ki, necə yazılıb dua elədin və götürdün işvi getdin. Allah'ın kelamını açtım, Oxudun, dua elədin. что тебе надо, что вы придумываете там? Ты нам не lazımdı, niye Allah belanıyorsun? Но я вижу, что Господь готовит, что пребывай во мне, Ancaq пребывай. görürəm ki, Allah bizə deyir ki, mənimlə tənha qal, mənimlə təkbətək qal, mənim huzurumda ol. Sakitləşdir o səs-küyü. Я сейчас стараюсь практиковать, очень sложно. Mən hal-hazırda bunu praktik etməyə çalışıram, çox çətindir. И я понял, что я готов какое-то дело сделать, но не такое время проводить. Mən başa düşürəm ki, mən nəyisə konkret bir işi eləməyə hazıram, amma tək o tənhalıqda qalmıram, təklikdə qalmıram. Вроде бы такое простое Божье приглашение, но Baxırsan, çox sadə bir dəvətdir Allah tərəfindən, ancaq мы готовы отказаться. amma biz imtina eləməyə hazırıq. Главное в этом, что Иисус сделал, главное место, где ты один на один с Богом остаешься. Və İsa Məsihin etdiyi kimi,
Burada çox ən vacib məqam odur ki, sən tənha bir yer tapmalısan Allahla tək-bətək qalmaq üçün. Друзья, если сейчас это не пофиксите в жизни, Dostlar, sizin bugün bu qərarı verə bilməsəz, через некоторое время ощутите пустоту и начнете думать, что наш Бог не истинный. qısa bir müddətdən sonra, hansısa bir müddətdən sonra siz boşluğa gəlib çıxacaqsınız bu həyatda və düşünəcəksiniz Allahın da varlığına artıq şübhə ilə Сейчас yanaşacaqsınız. мы как эти, как детки, которые родились, все нам нравится, все познаем, все интересно. Biz indi körpə uşaqlar kimiyik ki, biz həyat öyrənirik, Allahdan öyrənirik, yaxşı şeylər görməyə А başlamışıq. потом Он зовет глубже. Amma bir müddətdən sonra Allah bizdən daha dərin münasibət istəyir А вот туда надо уже вступить. və ora artıq o addım atmaq lazımdır. Поэтому нужно отдалиться и вот уже сейчас искать Божьего общения. Ona görə bugünkü səsküydən, dünyadan uzaqlaşıb Allahın huzurunu və onunla ünsiyyəti axtarmaq lazımdır. Третье, молитва это не количество слов, а глубина общения. Və üçüncüsü, dua sözlərin yığını deyil, ünsiyyətin dərinliyidir. Сказано же последняя фраза, и оставался он там один, Və yazılmışdı ki, вечером. axşam orada tək qaldı. Один это тишина, один это внимание, один это неспешка. Tək yəni sakitlik, tək yəni ki, diqqət və üçüncüsü təklik tələsməməkdir. Мы часто торопимся, мы по пути, как он говорит, в собственном деле, да, по пути все делаем. Və biz isə bugünkü gündə hər yerə tələsirik və hər şeyi papuç eləyirik. Господь, спасибо тебе за веру. Господь, я еду в благословение. Господь, Yəni mən yeməyə xeyir dua verir, yəni yola çıxıram xeyir Господь, dua я verir. уже начал благовествовать, а ты уже решил. Yəni mən artıq müjdələməyə başlamışam, sən də özün bax da neyərsən. Иисус не провел молитву. İsa Məsih duanı yola vermədi. То есть по плану у него была молитва, он должен был ее провести. Yəni, Yola verdi yok. İsa Mesih'de dua planı var idi, bu duanı eləməliydi, ona göre kesildi o dua. Yok, ona göre duanı etmirdi. Провел. Он пребывал в молитве. yəni o duada qalırdı. Он не повторял какие-то религиозные формулы, он был с отцом. O hansısa dini ayinləri yerinə yetirmirdi, o ata ilə vaxt keçirirdi. Потому что молитва это не информация, Çünki dua informasiya, это məlumat deyil, отношение. o münasibətdir. Ona görə davamında nə etməli olduğumuzu bilmirik. Deyirik ki, hə mən kimsə xəstədir, kimsə problemi var, kimisə ev yanır. Bunları da dünən dediyimdə Allaha təzədən eyni sözləri niyə təkrarlayım ki? Поэтому мы больше не приходим к нему молиться. Ona görə biz Allahın huzuruna bir daha gəlmirik dua eləmək üçün. Çünki bilmirik nəyi. Поэтому Иисус говорит, что молитва это не информация, это отношение. Ona görə İsa Məsih deyir ki, duaya məlumat deyil, dua münasibətdir. Для Отца важны не твои слова, а твое сердце. Çünki ataya sənin sözlərin yox, ürəyin vacibdir. Иисус показывает, молитва это остаться в Божьем присутствии достаточно долго. İsa Məsih göstərir ki, dua Allahın huzurunda kifayət qədər uzun müddət qala bilməkdir. И поэтому давайте задумаемся, да, на Я что не похожа начинаю. сейчас наша молитва. Bugünkü gündə bizim dualarımız nəyə bənzəyir? Это только был один пример, как Иисус молился. Bu İsa Məsihin duasının sadəcə bir nümunəsi idi. Но самое главное, Иисус, когда приходил пребывать с Отцом, Он приходил, чтобы смирить свою волю перед Божьей волей. Və çox vacibdir burada bir fikir vermək ki, İsa Məsih atanın yanına duaya gələndə o duada öz iradəsini atanın iradəsinə tabe eləyirdi. Иногда мы не приходим к Отцу, потому что наша воля тяжело, что Он скажет, это не моя воля в другом. Bəzən biz dua eləmək ona görə istəmirik ki, Allah bizə deyər ki, bu sənin iradəndir, mənim iradəm deyil və mənim iradəm eləmirsən. И поэтому Господь призывает нас пребывать в Нем, чтобы научиться смиряться пред Ним. Ona görə Rəbb bizi onunla ünsiyyətə, duaya ona görə çağırır ki, biz onun huzurunda həlim ola bilək, öz iradəmizi ona tabe eləyə bilək. Сегодня Господь зовет нас в молитву не как обязанность, Və bugünkü gündə Rəbb bizi duaya məcburiyyət, vəzifə öhdəliyi kimi çağırmır. а как на отношения. Он зовет поговорить. O bizi söhbət eləməyə çağırır, münasibətə dəvət eləyir. Признаемся честно, иногда мы чувствуем, что это обязанность. Gəlin səmimi olaq. Bəzən biz düşünürük ki, bu məcburiyyətdir. Нам нужно взглянуть внимательно в свое сердце Biz öz ürəyimizə dərin nəzər salmalıyıq и постараться və çalışmalıyıq. понять, что значит пребывать в Боге. Çalışmalıyıq, öyrənək, başa düşək ki, Rəbdə, onun huzurunda olmaq nə deməkdir? Что значит отдалиться от этого мира и прийти к Нему? Bu dünyadan uzaqlaşıb Rəbbə tərəf gəlmək nə deməkdir?
Как избавиться от этих шумов? Bu səs-küydən necə azad olmaq olar? И я вам гарантирую, вам обещаю, Və mən sizə söz verirəm, əminlik verirəm ki, ваша жизнь станет более наполненной, чем вы сейчас это видите. sizin həyatınız bugün olduğundan daha dolğun olacaq. Я видел много разных братьев и сестер, которые были другие. Mən bir neçə bacı-qardaşlar görmüşəm ki, başqa cür idilər. И я думаю, что это успех может быть служение. Və uğurlar ola bilər düşünürəm ki, xidmətdən olsun. Я думаю, что почему они такие? Düşünürdüm ki, niyə onlar belədilər? Ага, но на самом деле они были другие, потому что они вышли на новый уровень отношений с Богом. Onlar başqa cür, yəni fərqli ona görə idilər ki, onlar Allahla artıq ünsiyyətdə başqa bir səviyyəyə gəlib çatmışdılar. Они по-другому преодолевали трудности. Onlar çətinliklərin ötəsindən başqa cür gəlirdilər. Они по-другому смотрели на те вещи, которые мы смотрим. Onlar bizim baxdığımız şeylərə tamam fərqli gözlə baxırdılar. Они имели другую благодать и другое милосердие. Onlarda fərqli lütf və mərhəmət var idi. А почему? Niyə? Это приходило от близких отношений, от пребывания в Господе. Çünki onların həyatına bu Rəbblə dərin ünsiyyətdən, onun huzurunda olmaqdan И gəlirdi. вот я с одним из них говорил в среду. Üçüncü gün onlardan biri ilə danışırdım. И он тоже рассказывал, что он жил такой же жизнью, как мы. Və o danışır ki, o da bizim kimi sadə bir həyat yaşayırdı. Пока все не рухнуло. Birdən hər şey dağıldı həyatında. Сейчас он применяет вот этот способ молитвы уединения, слушания. Və bu gün o Allahla dərin münasibət, onun huzurunda olmaq praktikasını edir Он говорит, что həyatında. я практикую искать свою идентичность не в людях, не в успехе, а в Боге. Mən praktik eləyirəm öz unikallığımı, identikliyimi bugünkü dünyanın səs-küyündə tapmağı yox, amma atada, Allahda tapmaqda. O alqışlar, izzət axtarmamışdı özünə, o atanı axtarmışdı. Onda olmaq seçmişdi. Və gəlin yekunlaşdıraq. Молись не только в кризис, но и после благословений. Sadəcə krizisdə, çətinlikdə dua eləmə, xeyir-duanı aldıqdan sonra dua et. Это сложно. Bu çətindir. Иначе успех утащит твое сердце. Əks halda uğur sənin ürəyinə aparacaq. Ищи уединение, без тишины нет глубины. Allahla tənha yer axtar. Çünki sakitlik olmadan dərinlik əldə edə bilməzsən. Ага. Бог говорит в тишине. Çünki Rəbb sakitlikdə danışır. Оставайся в молитве, не спеши. Duada qalmağa davam et, tələsmə. Не спешите. Tələsməyin. Делайте спокойно. Fasilə verin duanızda, sakit durun. Молитва это отношение. Və dua münasibətdir. Ждите. Gözləyin. Молитва рождает силу. Dua bizdə güc yaradır. После этой молитвы Иисус идет по воде. Bu duadan sonra isə Məsih suyun üzərində Он yerimişdi. успокаивает бурю, O fırtınanı и sakitləşdirmişdi он укрепляет учеников. və o şagirdlərini gücləndirmişdi. Сила приходит не из активности, а из присутствия Бога. Güc aktivlikdən irəli gəlmir, Allahın huzurunda olmaqdan gəlir. Раньше я слышал, много молитвы, много сил. Əvvəl eşidirdim ki, nə qədər çox dua etsən, o qədər çox güclü olursan. Я теперь не согласен с этим. İndi bundan razı deyiləm. Надо объяснить, что значит много молитвы. İzah etmək lazımdır ki, çoxlu dua nə deməkdir? Я скажу так. Пребывание в Боге, уединение в Боге, зависимость в Боге, много сил. Və mən belə deyərdim, Allahın huzurunda olmaq, ondan asılı olmaq, onunla vaxt keçirmək, В этом есть sила. bundadır güc. Потому что в эти моменты Иисус наполнялся Божьей силой и продолжал делать то дело, которое Бог ему поручил. Çünki məhz bu anlarda İsa Məsih Allahın gücü ilə dolurdu və onun iradəsini yerinə yetirdi. Призываю вас не просто много говорить. Sizi dəvət edirəm çoxlu sözlərdən istifadə eləməyəsiniz duada. Призываю вас прийти к Нему и слушать, ждать, смотреть в свое сердце и говорить, снова углубляться в Слово и снова слушать. Sizə dəvət edirəm ki, Allahın özündə dayanasınız, dinləyəsiniz, danışasınız, oxumağa davam eləyəsiniz və onunla uzun müddət vaxt keçirəsiniz huzurunda, Если tənha. Божий Сын искал этого времени, Yəni, Божий Сын, əgər Allahın öz oğlu bu vaxtı axtarırdısa ata ilə, а мы что думаем? bəs biz nə fikirləşirik? Мы мимоходом? Нет. Если Божий Сын искал этого времени и проводил, нам тем более надо. Əgər Allahın öz oğlu bunu eləyirdisə, bizə daha çox lazımdır bu. Давайте помолимся об этом. Dua eləyək bu barədə.